Müzakirələrimizə başlayırıq. Rizvan müəllim, sizinlə başlayaq. Biz bəyannamədən danışdıq. 121 maddə və 5 əsas istiqamət. Hansıları daha çox vurğulamaq olar ilk olaraq? Böyük məmnuniyyətlə Türk Dövlətləri Təşkilatının Qəbələ samiti elə Qəbələ bəyannaməsindən də tarixdə öz yerini aldı. Bildirim ki, bu sənədi müşahidəçi dövlətlər deyil, yalnız üzv dövlətlərin başçıları, 5 dövlət bunu imzaladı. Çünki bu onlar üçün hüquq və öhdəlikləri yaradır və burada da sizin qeyd etdiyiniz kimi preambula olmaqla 5 əsas istiqaməti əhatə edən 121 maddə və yaxud da ki, bənd yer almışdır. Bunlar deməli siyasət, xarici siyasət təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi əməkdaşlıq, sahəvi əməkdaşlıq, insanlar arası münasibətlər, Türk dünyasının institusional əməkdaşlığı və xarici tərəfdaşlarla əməkdaşlıq məsələləridir. Burada diqqəti çəkən məqamlardan biri üzv dövlətlərin dövlət başçılarının təşkilatın hüquqi əsasının yaradılması üçün bir hüquqi çərçivənin əsasının qoyulması, imzalanmasına bağlı etdikləri çağırışdır və hazırda belə bir müqavilə, beynəlxalq müqavilə üzv dövlətlər arasında baxılmaqdadır. Türk dövlətlərinin əbədi qardaşlığı, dostluğu və strateji tərəfdaşlığı haqqında müqavilə. Bununla bağlı deməli Özbəkistan prezidentinin çıxışında da bir çağırış vardı. Amma həmin Qəbələ bəyannaməsinin əsas hissəsində yer alan bəndlərdən biri budur ki, onun imzalanması sürətləndirmək məqsədi ilə dövlətlərin daxili hüquqi prosedurları tamamlansın, tezliklə başa çatsın. Digər mühüm bir məqam Türk Dövlətləri Təşkilatının üzv dövlətlərin vətəndaşları üçün əlçatanlığının hiss olunması məsələsidir. Yəni, Türk Dövlətləri Təşkilatı bizim sadə vətəndaşlarımız üçün, turistlər üçün və yaxud da turistik məqsədlər üçün nə deməkdir? Burada konsulluq, əməkdaşlıq deməli, platformasının yaradılması təklif olunur. Bilirsiniz ki, əksər dövlətlərin dünyanın əksər hissələrində də nə diplomatik, nə konsulluq nümayəndələri yoxdur. Yəni, ola bilsin ki, Latin Amerikasında, Asiyada, Afrikada bizim və yaxud da başqa bir dövlətin nümayəndəliyi yoxdur, başqa bir Türk dövlətinin nümayəndəliyi var. Əgər bizim vətəndaşımız və yaxud da başqa bir dövlətin vətəndaşı orada səfərdə olarsa, bu və digər şəkildə konsulluq deməli, yardımına ehtiyacı olarsa, deməli, başqa bir Türk dövlətinə müraciət etmək imkanı yaradılır. Bu, Avropa dövlətləri arasında, Avropa İttifaqının üzv olan dövlətlər arasında illərdir tətbiq olunan bir təcrübədir və bunun üçün də bir hüquqi əsasın yaradılmasına bağlı çağırış orada öz əksini tapmışdır. Mühüm məqamlardan biri, təbii ki, cənab prezidentindən də siz iqtibas verdiniz, bu təşkilatın geosiyasi mərkəz kimi formalaşması, eyni zamanda regional güc mərkəzi kimi formalaşması və buna uyğun yeni istiqamətlərdə özünü doğrultması məsələsidir. Bununla bağlı cənab prezident 2026-cı ildə hərbi təlimlərin keçməsini təklif edib. Yəqin ki, müzakirə mövzusu olacaq. Digər mühüm bir aspekt isə müdafiə sənayesi sahəsində nəzərdə tutulan tədbirdir. Belə ki, müdafiə sənayesi sahəsində məsul olan qurumlar ötən il İstanbulda, daha doğrusu bu il İstanbulda toplaşmışdı. Onların ikinci strateji görüşünün Bakıda keçirilməsi təklif olunub və orada da öz əksini tapıb. Biz görürük ki, Türk Dövlətləri Təşkilatının hüquqi bazasının institutlaşmasıyla yanaşı, eyni zamanda onun beynəlxalq müstəvidə deməli, təqdimatı məsələsi və onun fəaliyyətindən bağlı məqamlar da gündəmə gəlir. Bununla bağlı da deməli, mühüm bir neçə təklif öz əksini tapıb. Bunlardan biri Türk Dövlətləri Təşkilatına BMT Baş Məclisində və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunu verilməsi istiqamətində diplomatik səylərin davam etdirilməsidir. Bu çox vacibdir ki, bu təşkilatın beynəlxalq müstəvidə səsi eşidilsin. Eyni zamanda, misal üçün, Afrika İttifaqından və yaxud da ki, Ərəb Liqasından tərəfdaşlıq münasibətlərinin yaradılması, daha doğrusu institusional əməkdaşlığın yaradılması ilə bağlı burada bənd yer alıb ki, bu istiqamətə fəaliyyət həyata keçirilsin. OTS Plus formatı, bu yəqin ki, müzakirə mövzusu olacaq. Mən sadəcə Telegram sizinlə bunu xatırladıram. Bunun özü isə artıq bu təşkilata maraq göstərən dövlətlərin bu və digər şəkildə əməkdaşlıq etməsi üçün bir yeni platformasının təqdim olunması ilə bağlı bir məqamdır. Başqa bir mühüm məsələ isə deməli, bu da cənab prezidentdən gəlir bu təklif, Türk Dövlətləri Təşkilatının ildə rəsmi zirvə görüşünə yanaşı qeyri-formal təşkilatın bu zirvə görüşünün keçirilməsidir. Biz bilirik ki, buna Şuşadan başladıq, sonra Macaristanda davam elədi. Gələn isə Türkistanda bu keçiriləcək. Bu təklif Kasım-Jomart Tokayevdən gəldi 2026-cı ildə və bu atmosferdə müzakirə daha çox deməli, səmimi və yaxud da ki, bu və digər məsələlərin rahat müzakirəsinə yol açır və sonuncu bununla bağlı mənim vurğulamaq istədiyim məsələlər isə eyni zamanda humanitar sahədə olan məsələlər. Bilirsiniz ki, təşkilatlamaya qədər Türk Dövlətləri Təşkilatı əsasən humanitar və mədəniyyət sahəsində bir dialoq platforması olub. Və bu istiqamət yenə də qalır. Misal üçün, gələn 2026-cı ildə Mahmud Kaşqarinin Divan-ı Lüğət-i Türk bu kitabının 950 yubileyinin
UNESCO səviyyəsində qeyd olunması məsələsi ilə bağlı çağırış var. Səylər səfərbər olunsun. Bunun üçün maliyyə də tələb olunur. Dövlət başçımız elan elədi ki, 2 milyon əlavə, 2 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq. Nəyə görə? Çünki Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri onun fəaliyyət planını təsdiq eləsinlər. Daha doğrusu təsdiq etdikdən sonra onun icrası ilə bağlı konkret fəaliyyətləri deməli ortaya qoya bilsinlər. Ümumilikdə mən qısa şəkildə bu 5 istiqamətin 125 bəndin məzmununu deməli təqdim elədim. Müzakirələrimizin gedişində bu və digər məsələləri yenidən qayıdarıq. Çox sağ olun.